Aha, deməli uşaqlar, baxın birinci sualda bizə belə bir faiz məsələsi verilib ki, bir qrupdakı oğlanların sayının qızların sayına olan nisbəti 1/9 nisbətindədir. 1/9 şəklindədir. Bu o deməkdir ki, qızların sayı oğlanların sayından 9 dəfə çoxdur. X dənə oğlan varsa, 9 vur X dənə qız var. Oğlanların 50% sarışın olarsa, sarışın olmayan oğlanların sayı bütün qrupun neçə faizidir? Bunu bir tənlik olaraq belə həll edə bilərdik. Tutaq ki, oğlanların sayı, uşaqlar, x nəfərdirsə, qızların sayı bu oğlanların sayından 9 dəfə çoxdur deyə 9 vur x qədər qız var. Və bütün sinifdəki uşaqların sayı olur 10x. Və oğlanların 50% sarışındırsa, sarışın olmayanlar bütün qrupun neçə faizidir demişdi. Uşaqlar 50% yarısı deməkdir. Yəni o x dənə oğlan varsa, x-in 50%, yəni x-in yarısı deməkdir. X bölü 2 nəfər. Yəni 2-də 1x, 0,5x və s. Yəni indi siz bildiniz ki, oğlanların 50% sarışındırsa, onda yerdə qalan digər 50%, digər yarısı sarışın olmayandır. Yəni 0,5x sayda oğlan sarışın olmayandır və 0,5x 10x-in neçə faizidir? 0,5x-i 10x-ə bölüb 100%-ə vurursunuz. X-lar ixtisar gedir. 100-ü 0,5-ə vuranda 50, 10-a böləndə də alırsınız 5%. Və yaxud tənasüb qurursunuz. 10x bütün qrupdur. Bu 100%'dir. 0,5x isə 10x'in k faizidir. Çarpaz vuranda çarpaz vurup k'nı tapsaz 10x vur k bərabər 0,5x vur 100. K'nı tapanda yenə də 0,5x vurulsun 100 bölünsün 10x. Yəni deməyim odur ki, bu yuxarıdakı ifadəm eləcə bu tənasübdən alınır. Yəni qısası A ədədi B-nin neçə faizi olduğunu bilməyiniz üçün A-nı B-yə bölüb 100%-ə vurursunuz. Tapırsınız cavabı. Bu bir tənlik yolu ilə bunun həllidir. Amma mən belə bir cümlə demişəm sizə ki, əgər bizdən sonda, məsələnin sonunda qrupdakı uşaqların sayını deyil, oğlanların sayını deyil, qızların sayını deyil, sarışın olan oğlanların sayını yox, olmayanların sayını yox, konkret faizi soruşursa, məsələn, oğlanlar bütün qrupun neçə faizidir, yəni oğlanlar qızların neçə faizidir, məsələn, malın əvvəlki qiyməti, sonraki qiyməti əvvəlkinin neçə faizidir və yaxud da neçə faiz artıb, azalıb, həmişə bizdən məsələnin sonunda bunu soruşursa, özümüzdən qiymət verərək də həll edə bilərik. Məsələn, mən burada belə də eləyə bilərdim ki, oğlanların sayını istədiyim bir cüt ədədindən ifadə edeyim. Niyə cüt ədəd uşaqlar? Çünki deyir ki, oğlanların 50%-i sarışın olarsa, burada əşyadır, şəxsdir, bunların həmişə tam ədədlə ifadə olunması mütləqdir. Yəni 3,5 dənə oğlan deyə bilməzsiniz axı. Yəni ona görə siz burada oğlanların sayını istədiyiniz bir cüt ədəd götürün ki, onun 50%-i tam ədəd versin sizə. Məsələn, 4 dənə oğlan varsa, qızların sayı oğlanların sayından 9 dəfə çoxdur deyə qızların sayı olacaq 4 vur 9, 36. Bütün qrupdakı uşaqların sayı olacaq 40. İndi oğlanların 50%, 4-ün 50%-i 2 eləyir. Yəni oğlanlardan ikisi sarışındırsa, onda yerdə qalan ikisi sarışın deyil. Sarışın olmayanlar da 40-ın neçə faizidir? 2-ni 40-a böl, 100%-ə vur. Nəticədə yenə də 5% alarsınız. Sonra uşaqlar 3 nömrəli sual demişsiniz. 3, 5, 7, 21. Baxın. 3 nömrəli sualda şərti düzgün başa düşmürsünüz yəqin ki. Sizə deyir ki, 5-də 7 mislinə bərabər olduğu zaman
70%, yox, 70 ədəd, 70 vahid artan bir ədədin 20%-i neçədir? Siz nəzərdə tutun ki, hər hansı bir x ədədiniz var. Bu x ədədini 5-də 7-yə vuranda özündən 70 vahid böyük bir ədəd alınır. Yəni x plus 70-ə bərabər olur. Yəni x-in 5-də 7 misli özünün 70 vahid çoxuna bərabərdir. İndi siz burada 5-də 7x-dən 5-də 7x-dən x-i çıxıb 70-ə bərabər eləyəcəksiniz. 5-də 7x-dən x çıxanda, yəni 5-də 5x-i də, yəni burada ortaq məxrəc 5 olması üçün x-i 5-də 5x yazırsınız ki, 5 bölü 5 1 eləsin də. Əmsal 1-də axı burada. Nəticədə 5-də 7x-dən x-i çıxanda 5-də 2x almış olarsınız. 5-də 2x 70-ə bərabərdirsə, onda x bərabər olacaq uşaqlar. X bərabərdir 70 bölünsün 5-də 2-yə. 70-i 5-də 2-yə böləndə də 2-də 5-ə vurursunuz. O da 175 eləyir. Deməli, bizim ədədimiz 175 ədədi imiş ki, onun 5-də 7 misli özündən 70 vahid böyük ədəd eləyir. Həmən ədədin 20%-i neçədir deyir. İndi siz 175 ədədinin 20%-ni tapmağınız üçün onu 20-yə vur, 100-ə böl. Nəticədə, yəni 5-də 1 hissəsidir də 20%-i. O da 35 eləyəcək. Aydındır uşaqlar. Kimə qaranlıq qalırsa, hansı hissə soruşsun. Sonra 5 nömrəli sualı soruşmusunuz. Məsələn, uşaqlar, mən burada 3 nömrəli suala artıq özümdən qiymət verə bilməzdim də. Çünki mən həmən o ədədi tapmalıyam ki, 20%-nin neçə olduğunu bileyim. Ona görə birbaşa tənli ilə həll eləmək lazımdır. Məsələn, mən 5 nömrəli sualda özümdən qiymət verə bilmərəm. Çünki sinifdə neçə şagird var. Sinifdə şagirdin sayını soruşursa, mən özümdən necə şagirdlərin sayına bir 100 deyim, 50 deyim falan. Həmişə bizdən faizi soruşanda biz özümüzdən qiymət verə bilərik. Məsələn, burada mənə deyir ki, bir sinifdəki qızların sayı bütün sinifin 60%-idir. Bütün sinif 100%-dir. Qızların sayı bütün sinifin 60%-idirsə, deməli 40%-i də oğlandır. Bax, götürürəm ki, bütün sinif x nəfərdir. X-in 60%, baxın, x-in 60%-ni tapmaq üçün uşaqlar, mən x-i 60-a vurub 100-ə böləcəm. O da eləyəcək 0,6x. Yəni, 60 ilə 100-ü ixtisar aparıram 10-a. 6x bölü 10, o da 0,6x eləyir də. Yəni, x-in 60%-i qızdır. Bu 0,6x nəfər eləyir. Onda yerdə qalan 40%-i oğlandır. Bu da 0,4x eləyir. Oğlanlardan 20 nəfəri gedərsə, bu nə deməkdir? Bu o deməkdir ki, oğlanlar 0,4x çıx 20 nəfər olacaq. Oğlanlardan 20 nəfəri gedərsə, onda oğlanların sayı 0,4x çıx 20 olur. Və bu qalan oğlanların sayı qızların 25%-indən 5 nəfər çox olacaq. Qızlar 0,6x-dir. 0,6x-in 25%-ni tapırıq. Üstünə 5 gəlirik. Bərabər olur yerdə qalan oğlanların sayına. Yəni 0,4x çıx 20-yə bərabər olur. Aydındır? İndi nəticədə uşaqlar siz buradan tənlik kimi, məsələn 25 ilə 100-ü ixtisar aparırsınız. Qalır 0,6x bölünsün 4. Üstə gələk 5. Ya da ki elə birbaşa 5-i sağa keçirdək. Qoy bərabər olsun 0,4x minus 25-ə. Hər tərəfin 4-ə vuraq ki, məxrəcdən azad olunsun da sol tərəf. 0,6x bərabər olur 1,6x minus 100. 1,6x-dən 0,6x-i çıxanda qalır elə x-in özü bərabərdir 100. Deməli, bütün sinifdə 100 dənə şagird var. Sonra
Uşaqlar, başa düşürsünüzsə 7 nömrəli suala keçək. 7 nömrəli sualda bizə nə deyir? Aha, baxın. 7-də deyir ki, hər ay xərcliyinin 20%-ni kənara qoyan tələbənin bir ilin sonunda yığdığı pulunun da 40%-ni xərcləmişdirsə, bir ilin sonunda aylıq xərcliyinin neçə faizi qədər yığmışdır? Bunu uşaqlar baxın, yenə də sonda nə soruşur? İlin sonunda aylıq xərcliyinin neçə faizi qədər pul yığmışdır? Yenə də nə qədər pul yığmışdır, neçə manat pul yığmışdır demədi ki, ya da aylıq xərcliyi nə qədərdir demədi ki, aylıq xərcliyinin neçə faizi qədər pul yığmışdır dedi. Aydındır. İndi biz burada özümüzdən qiymət verə bilərik. Bilərik. Gəlin fikirləşək ki, bu tələbənin aylıq xərcliyi 100 manatdır. Məsələn, götürürəm ki, bu tələbəyə ayda 100 manat xərclik verilir. Bu tələbə də hər ay aldığı bu 100 manatın 20%-ni kənara qoyur. 100-ün 20%-i də 20 manat eləyir də, uşaqlar. 100-ün 20%-i 20 manatdır. Yəni 12 ay ərzində hər ay 20 manat kənara pul atır, bu da 240 manat eləyir. İlin sonunda bu 240 manatın da 40%-ni xərcləyir. 240-ın 40%-ni çıxaq o 240-dan. 240 çıxılsın, 240-ın 40%-i. 240-ın 40%-i də 96 manat eləyəcək. 144 manat pul qalır sonda. Ən son bunun 144 manat pulu qalır. İndi bu 144 manat da aylıq xərcliyinin neçə faizidir? Yəni 100-ün neçə faizidir 144? Eləcə 100-ün 144 faizidir də. Çünki 100-ün K faizi elə K-nı verir. Tənasüb qura bilərdiniz. Ya da AB-nin neçə faizi olduğunu bilməyiniz üçün A-nı B-yə böl, 100-ə vur. Yəni 144-ü 100-ə böl, 100%-ə vur, eləcə 144-dür. Deməli, bu aylıq xərcliyinin 144%-ni yığmış oldu. Yəni, mən burada həmişə niyə 100 qiymətləndirməsi aparıram? Çünki 100-ün K faizi K-dır. 100-ün istənilən faizi ilə həmən faiz göstərən ədədin özünə bərabərdir. 50 verin, nə bilim, ürəyiniz nə istəyir, qiymətləndirə bilərsiniz, heç bir problem yoxdur. Sonra 20-21 nömrəli sual soruşulubdur. Ona qədər nə var? Çox sağ olun, müəllim. Buyur. Valla 8 nömrəli sualı tapşırmışdım sizə ev tapşırığı olaraq. Deyilsə də, baxın, burada bir dənə 8-i izah edeyim sizə. Sizə deyir ki, 52% qız olan sinifin şagirdlərinin sayı ən azı neçə ola bilər? Mən az öncə də qeyd elədim ki, sizin üçün bizə əşya sayı, şəxsin sayı həmişə tam ədədlə verilməlidir. 2,5 dənə konfet falan mümkün deyil. Məsələn, bir dənə yarpaq mətni düşmüşdü 2021-ci ildə. Yəni, heç nə yoxdur o məsələdə, çox böyütmüşlər o məsələni. Amma burada məsələdə nə lazımdır bizə? Biz yarpaqların sayını həmişə tam ədədlə ifadə etməliyik. Yəni, çaya düşən, skamekaya düşən yarpaqların külək 4/3 hissəsini suya tökmüşdür. 3/1 hissəsini də, nə bilim, daşlara ilişib qalıbdır. Bu demək ki, yarpaqların ən az sayını soruşurdu. Deməli, mən ən az elə bir ədəd götürməli idim ki, onun 4/3 hissəsini, həm də 3/1 hissəsini tapa bilim. Tam ədəd versin mənə. Yəni, o da 12-dir də. 3-ə 4-ə bölünən, tam bölünən ən kiçik ədəd 12-dir. Yəni, nəysə. Burada da bütün qrupda x nəfər uşaq var. Bu x nəfərin 52%-i qızdır. Gəlin bu x nəfərin 52%-ni tapmağa çalışaq. Nə etməliydik? 52-yə vurub 100-ə bölməliyik. Eləmi uşaqlar?
İndi mən 52 ilə 100-ü ixtisar aparıram ki, işim asanlaşsın. 4-ə bölünür 13 dəfə, 100 də 4-ə bölünür 25 dəfə. Deməli, x vurulsun 13 böl 25 mənə qızların sayını verir. İndi 13 ilə 25 qarşılıqlı sadə ədəddir. Ortaq böləni yoxdur. Deməli, x ədədi elə bir ədəd olmalıdır ki, 13-ə vuranda 25-ə tam bölünsün. Deməli, x-in özü 25-in bölünənləri olmalıdır. Yəni, x 25 olmalıdır, 75, 100, 125 və s. İndi deməli, məndən soruşur ki, sinifdəki uşaq sayı ən azı neçə olmalıdır? Ən azı 25 olmalıdır ki, 13-ə vurub 25-ə böləndə tam ədəd alım da mən. 25-in bölünəni olmalıydı. 25-in bölünənlərinin də ən kiçiyi elə 25-in özüdür. Aydındır. Daha sonra sualınız yoxdur deyirsiniz. 20-yə qədər. Aha. Baxın, 20 nömrəli solda nə deyilir uşaqlar? Deyilir ki, bir malın alış qiyməti A, satış qiyməti də B-dir. Alış və satış qiymətləri arasında belə bir əlaqə var. 20% gəlirlə satılan malın alış qiyməti neçədir? Baxın uşaqlar, malın alış qiyməti A manatdır. Satış qiyməti də B manatdır. Və bu mal 20% gəlirlə satılıbsa, bu o deməkdir ki, A-nın üzərinə A-nın 20%-ni gəlmisiniz, B satış qiymətini almışsınız. Yəni, satış qiyməti B olubdur. İndi burada malın alış qiymətini soruşur da A-nı. Və alış və satış qiymətləri arasında da B bərabərdir 2A minus 1200 əlaqəsi var. İndi mən B-ni tapdım ki, uşaqlar, A plus A-nın 20%-i B-yə bərabərdir də. Çünki mal 20% gəlirlə satılıbdır. Alışı A-dır, satışı B-dir. Deməli, A-nın üzərinə 20%-in gəldim. 1,2A satışı olubdur. O da B-dir. Satışı da B-dir deyir. Deməli, B 1,2A-ya bərabərdir. İndi mənə B bərabərdir 2A minus 1200 əlaqəsini veribdir. Orada B-nin əvəzinə 1,2A bərabərdir 2A minus 1200. Sonra A-dan 1,2A-nı çıxanda 0,8A 1200. 0,8A 1200-ə bərabərdir. İndi A-nı tapanda 1200-ü də 0,8-ə böləcəm. 1200-ü 0,8-ə böləcəm. Olacaq A bərabərdir. Elə bil ki, 12.000-i 8-ə bölək də. 12.000-i 8-ə bölək. A bərabərdir. 12.000 böl 8. 128-ə bölünəcək 15 dəfə. 2 dənə də 0. Deməli, 1500 manat. Malın alış qiyməti 1500 manat olub. O 20% gəlirlə satılıbdır. 20% gəlirlə satılması deməli, bunun üçün eləyib neçə manat? 700 manat. 700 manat 700 eləmir, 1500 manat alış qiymətidir. 20% gəlirlə satılıbdır. 5də biridir də 20%. Bunun 5də biridir. Eləyir deməli 300 manat. 1800-də də satılacaqdır. Satışı da olacaqdır 1800. Məndən alışını soruşur. Alışı oldu 1500 manat. Yəni A-nı tapdıq da. A alış qiyməti idi. Yəni bir də təkrarlayıram uşaqlar. Məndən alış qiymətinin A olduğunu deyir. Satış da B-dir. B bərabər 2A minus 1200 veribdir. İndi bu alış qiymətinin 20% artımı satış qiymətidir də. Yəni B A plus A-nın 20% idi. Yəni B bərabər 1,2A-ya. Gətirib bu yuxarıda mənə verilən ifadədə
B-nin əvəzinə 1.2A yazıb A-nı tapdım 1500. Alış qiyməti 1500. Sonra 21 nömrəli sual soruşmuşsunuz. 21, 23. Bunlar 25. Bunlar eyni tip suallardır uşaqlar. Baxın. Burada mənə deyilir ki, bir satıcı əlindəki malın yarısını 16% zərərlə satıbdır. Qalan malı neçə faiz gəlirlə satmalıdır ki, bütün satışdan 20% gəlir əldə etsin. Deməli, uşaqlar, bunu nə etmək lazımdır? Baxın, mən bütün malın qiymətini elə bir fərz eləyirəm ki, mağazaya 100 manatlıq mal vurmuşum. Çünki məndən sonda faizi soruşur axı, 20% gəlir əldə etməsi üçün yerdə qalan malı neçə faiz gəlirlə satmalıdır. Malın qiymətini falan soruşmur ki, faizi soruşur. Ona görə özümdən qiymət verirəm əvvəlcədən. Fərz eləyirəm ki, mən mağazaya 100 manatlıq mal vurmuşam. Həmən 100 manatlıq malın yarısı nə deməkdir? 50 manatlıq hissəsi 16% zərərlə satılıbdır. Bu o deməkdir ki, 50-nin 16%-ni tapıb 50-dən çıxın. 50-ni 16% azaldın. 50-nin 16%-i də 8 manat eləyir. Deməli, siz 50 manatlıq malı 42 manata satmışsınız. Yerdə qalan 50 manatlıq malı neçə faiz gəlirlə satmalısınız ki, ümumi satışınızdan əldə olunan məbləğ 120 manat olsun. Niyə 120 manat? Çünki 100 manatlıq mal sonda deyir ki, 20% gəlirlə satılsın. 20% gəlir o deməkdir ki, 100-ün 20%-i 20 manat eləyir də. Yəni, deməli 20 manat qazancınız olması üçün siz 100 manatlıq malı 120 manata satmışsınız. Hə, indi uşaqlar, baxın, 50 manatlıq malı 16% zərərlə satdınız, elədi 42 manat. İndi bu yerdə qalan 50 manatlıq malı siz neçəyə satmalıydınız ki, 42-nin üzərinə gələndə 120 manat alasınız? Deməli, burada tapırsınız ki, X bərabərdir 120 çıx 42, bu da eləyir 78 manat. Deməli, siz 50 manatlıq malı 78 manata satmalısınız ki, 42 ilə toplayanda 120 eləsin. Onda 50 manatlıq malı 78-ə satılıbsa, 28 manat bahasına satılıbdır deməli. 50 manatlıq malı 28 manat bahasına satmışsansa, həmən o 28 manat bəs 50-nin neçə faizidir? 28-i 50-yə böl 100-ə vur, eləyir 56 faizi. Deməli, 56 manatlıq malı 56% gəlirlə satmalıydınız ki, 78 eləsin. 42 ilə də toplayanda 120 eləsin. Bu sxemi unutmayın uşaqlar. Çünki 50 manatlıq mal 16% zərərə satılıbdır. 50-nin 16%-i neçə eləyir uşaqlar? 50-ni 16-ya vur, 100-ə böl. 50 ilə 100 ixtisar getdi 2, 16 bölü 2 də 8. Sən 50 manatlıq malı 8 manat zərərə satmışsan, 42 manata satmışsan. Yerdə qalan 50 manat malı da 78 manata satmalıydın ki, toplam satış 120 olsun. 78-ə satmışsansa 28 manat gəlirlə satmışsan. Yəni, həmən 28 manat da 50-nin neçə faizidir? 56 faizi. Aydındır Aytaç xanım. Yaxşı uşaqlar. Növbəti sualımız. Deməli 23. Leyla 23 də elə bu sualdandır. Yaxşı, onu da izah edirəm sənin xətrinə. Bax, 23 nömrəli sualda da deyir ki, bir malın 4də 3 hissəsini 20% gəlirlə satıbdır.
Yenə də bir malın qiyməti olsun mənim üçün 100 manat. 100-ün 4də 3 hissəsi 75 eləyir. Mən 75-i 20% gəlirlə satmışamsa, deməli 90 manata satmışam. Çünki 75-in 20%-i 15 eləyir. 75 manatlıq malı 15 manat bahasına satmışam, eləyib 90 manat. Yerdə də 25 manatlıq mal qalıb. İndi mən 25 manatlıq malı neçə faiz gəlir ya da zərərlə satmalıydım ki, bütün satışdan 12% gəlir əldə edeyim. Yəni 112 manata satım bütün malı. 90-ın üzərinə neçə gələndə 112 eləyər? 112 çıx 90, 22. Deməli, mən 25 manatlıq malı 3 manat zərərə satmışam. O 3 manat da 25-in hansı hissəsidir? 3-ü 25-ə böl, 100-ə vur. 12%. Deməli, mən yerdə qalan 25 manatlıq malı 12% zərərə satmalıydım. Deməli, bu mal yerdə qalan o 25 manatlıq məbləğ 12% zərərə satılmalıydı ki, ümumi 112 manat satış. Təkrar qalmaram uşaqlar. Və ardını da məsələlər verəcəm evə. Çünki ehtiyac yoxdur təkrara. Niyə bu mövzularda təkrar qalmağa ehtiyac yoxdur. Hə, uşaqlar, 26 nömrəli sual soruşmusunuz. Elmira. 112 belə alındı. Bütün mal 100 manat mal. 100 manat götürmüşdüm bütün malı. Mənə də demişdi ki, sonda bütün malın satışından 12% gəlir əldə olunur. Bu demək ki, 100 manatlıq malı sən 12% gəlirlə satmısan da, yəni 112 manata satmısan. 100-ün 12%-i 12 manat eləyir. Ona görə dedim ki, mən 75 manatlıq malı 90 manata satmısansa, onda yerdə qalanını 22 manata satmalısan ki, 112 eləsin. Onda 25 manatlıq malı da 22 manata satmısansa, 3 manat zərərə satmısan. O 3 manat da 25-in 12%-idir. Deməli, 12% zərərə satmısan. Elmira, başa düşdün? Hə, yox. Aha, əla. Davam edirik. 26 nömrəli sualla. Uşaqlar, bir malın satışı 50% zərərlə olubsa, deməli, alışını satışı qiymətinə böləndə 2 alasınız. 50% nə deməkdir? Yarısı deməkdir. Bir malın alış qiyməti satış qiymətinin 4 mislindən 50 manat əskikdir. 50% ziyanla satılan malın alış qiyməti aşağıdakılardan hansıdır? Baxın, tutaq ki, bir malın satış qiyməti X-dır. Alış qiyməti bu X-in 4 mislindən 50 manat azdır. Və mənə də deyir ki, bu mal 50% zərərə satılıbdır. Yəni, alış qiyməti satış qiymətindən 2 dəfə çoxdur da 50% zərər o demək ki, yarısı qədər ucuza satılıbdır. Yəni bunun alışını 4x minus 50-ni satışına böləndə 2 eləyəcək. 2x bərabərdir 50, x bərabər 25. Deməli bunun satışı 25 manatdır. Alışı neçə olar? 50 manatda. Səndən alışını soruşur. Daha sonra 23'ü dedik. 20 bir dəqiqə üzr istəyirəm. Hə, dedim də 23'ü dedim. 26'nı dedik. 40 nömrə 31. Yaxşı, 31'ə baxırıq. Hə, baxın uşaqlar.
31-də nə deyilir mənə? 31 nömrəli sualda bizə deyilir ki, kostyumun qiyməti əvvəlcə 30%, sonra isə 20% bahalaşmışdır və 156 dollar olmuşdur. Bahalaşmadan əvvəl kostyumun qiyməti nə qədər olubdur? Baxın uşaqlar, siz belə deyək də, qiymət verə bilmirsiniz. Çünki sizdən kostyumun qiymətini soruşur. Bir dəfə 30% artırmısan, sonra da alınan qiyməti 20% artırmısan, 156 dollar olub. İndi bunu əksinə eləyə bilərdiniz də. Bunun əksinə gedə bilərdiniz. Nətər gedə bilərdiniz? Deməli, siz ən sonuncu artımı 20% eləmişsiniz. Deməli, hər hansı bir x ədədini 20% artırmışsınız, olub 156. 156 olub 20% artımdan sonra. Deməli, bu 1/2 156-dırsa, onda uşaqlar nə etməliydiniz? 156-nı 1/2-yə böləndə elə bir ki 1560-ı 12-yə bölərsiniz də. X bərabərdir 1560. Hər tərəfi 10-a vururam ki, tam ədəd alınsın da, 12-yə bölünsün. 1560-ı 12-yə böləndə deməli 1 dəfə, 36-da 3 dəfə, 130 manat. Deməli 130 manat imiş, 20% artırmışsınız, olubda 156. İndi bu 130 olmazdan əvvəl də 30% artırmışsınız axı. Deməli, əvvəl də kostyumun qiyməti K manat imiş. Siz bunu 30%, yəni 0,3K artırıb 130 almışsınız. Onda 1,3K bərabərdir 130-a. Deməli, K nəyə bərabərdir? 100-ə. Deməli, kostyumun əvvəlki qiyməti 100 manat imiş. 30% artırdın, oldu 130, 20% də artırdın, oldu 156. Və yaxud variantlarla işləyə bilərdiniz. Siz variantdakı ədədlərdən hansını əvvəlcə 30%, sonra da alınan ədədi də 20% artırdıqda 156 dollar eləyəcək. Aydındır, Əzizə xanım, başa düşdün? Bəli, müəllim, çox sağ olun. Sonra uşaqlar 40 nömrəli sual soruşmusunuz. Qırx nömrəli sual. Baxın, dərnəkdə oğlanlar qızların 80%-ni təşkil edir. Onda qızları oğlanların neçə faizini təşkil edir? Bunu bilirsiniz necə başa düşək? Dərnəkdə oğlanlar qızların 80%-ni təşkil edirsə, qızlar oğlanların neçə faizini təşkil edir? Fərz eləyək ki, qızlar x saydadır. X-in 80%-i 0,8x oğlandır. Dərnəkdə oğlanlar qızların, qızlar x-dir, oğlanlar 0,8x-dir. İndi qızlar oğlanların neçə faizidir? X 0,8x-in neçə faizidir də? İndi x-i 0,8x-ə bölün, 100%-ə vurun. Bu da bizə nə verəcək uşaqlar? Nə verəcək? Bunu hesablayaq. Elə bir ki, x-lar ixtisar gedir. 1000 böl 8. 1000-i də 8-ə bölək. Deməli, 1, 2, 5. 125. Onda 125%-i olubdur qızlar oğlanların 125%-i.
Yəni qızlar x saydadırsa, oğlanlar 80%-dir. Bu o demək ki, 0.8x-də oğlandır. İndi x 0.8-in neçə faizidir? Sonra nə soruşmusunuz? Görək uşaqlar. 44, 42, yox, 42 niyə sualında? 44, 44, 66, 69 və s. 44-ə baxırıq. 20 kiloqram çəkisi olan qarpızın 99%-i sudan ibarətdir. Qarpız biraz qurudulduqdan sonra onun 98%-i su təşkil edir. İndi qarpızın çəkisi neçə kiloqramdır? Uşaqlar, burada qarpız qurudularkən onun su hissəsi azalır. Baxın, necə ki, məhlulu buxarlandıranda duzun miqdarı dəyişmir, su buxarlanır. Burada da 20 kiloqram çəkisi olan qarpızın 99%-i sudur. Onun quru hissəsi 1%-dir. Qurudularkən də o 1% olan quru hissə dəyişməyəcək. Elə bil ki, 20 kiloqramlıq qarpızın 1%-i quru hissədir. O bizə verəcək 0,2 kiloqram. 0,2 kiloqramı bunun quru hissəsidir. Onda 18, 19,8 kiloqramı isə bunun sudur. Bir qarpız biraz qurudulduqdan sonra onun 98%-i sudur. Bir indi qarpızın çəkisi neçə kiloqramdır? İndi isə uşaqlar, baxın, qurudulduqdan sonra qarpızın 98%-i sudursa, bu quru hissə neçə faizidir? 2%. Həmən o 2% yenə 0,2 kiloqram olar da. Dəyişməz ki, o quru hissənin kütləsi. İndi bu dəfə belə qurursunuz. 0,2 kiloqram 2%-ni təşkil edir bu dəfə. Amma x kiloqramda qarpızın 100%-ni təşkil edir. Məndən bütün çəkini soruşurdu. Mən yazsaydım ki, x kiloqramda 98%-ni təşkil edir, onda su hissəsini tapardım. Toplamalıydım ki, ümumi çəkini tapım. Elə birbaşa mən yazıram ki, bayaq tapdığımız o 20 kiloqram qarpızın 1%-i onun quru hissəsi idi. O, həmən o 1%-i 0,2 kiloqramdır. Bu o deməkdir ki, həmən o 0,2 kiloqram qurudulduqdan sonraki qarpızın 2%-ni təşkil edir. Çünki 98-i sudur indi. İndi bu 2%-i 0,2-dirsə, 100%-i x-dir. Onda siz belə başa düşürük. Deməli, indi 2x bərabər olacaq. 100-ü 0,2-yə vuranda eləyəcək 20. X bərabərdir 10. Deməli, qurudulduqdan sonra qarpızın çəkisi olacaq 10 kiloqram. Yəni, bu o demək deyil, uşaqlar, müəllim 99% idi, indi də 98% oldu da. Nətər oldu ki, yarısı qədər düşdü? Uşaqlar, bu əvvəlki qarpızın 99%-i su idi. İndi yeni alınan qarpızın 98%-i sudur. Yəni, bəlkə əvvəlki qarpız 20 kiloqramıdır, indi oldu 1 kiloqram. O yenə də 1 kiloqrama 100% kimi baxıb 98-ini su götürür. Yerdə qalan 2%-ini həmən o quru hissə. Yəni, bunu belə başa düşün. 66-ya qədər sualınız yoxdur. Yoxdursa 66-ya baxaq. Ümumiyyətlə, uşaqlar, bax, qarşı birinci səhifədə 14 nömrəli sualdır, 65-dir, 66 və yaxud məhlul məsələlərində belə bir düsturumuz var bizim. A litr K faizli məhlulla B litr P faizli məhlulu qarışdıranda neçə faizli məhlul alınar deyirsə, A vur K üstə gəl B vur P bölünsün məhlulların cəminə A plus B-yə.
Bu düsturdan istifadə edirsiniz. A litir K faizli məhlul, B litir P faizli məhlul qarışır. Qarışdıqdan sonra alınan məhlulun neçə faizli olduğunu tapmaq istəyirsinizsə, A vur K, üstə gəl B vur P, bölünsün A plus B. İndi ola bilərdi ki, siz bunu ayrı-ayrılıqda A'nın K faizini, B'nin P faizini tapıb, toplayıb, ümumilikdə A plus B'yə bölüb 100%-ə vurasınız. Onu da eləyə bilərdiniz. Məsələn, baxın, elə bir ki, mən burada 65-ci suala baxın. Mən burada elə bir ki, 60-ın 10%-ni tapanda 60-ı 10-a vurub 100-ə böləcəkdim. Tapdım bunun nə qədəri duzdur. Sonra da 40-ın da 20%-ni tapmaq üçün 20-yə vurub 100-ə bölərdim. Bunun da nə qədəri duzdur, onu tapardım. Sonra tapdığım duzların miqdarını toplayıb, ümumi məhlulun miqdarına bölüb 100%-ə vurardım ki, neçə faizli məhlul alındığını tapım. Alınan duzun ümumi məhlulun neçə faizi olduğunu tapım. İndi bu məxrəzdəki 100-lər və bu vurduğum 100-lə ixtisar gedir. Ona görə bizim düsturumuz birbaşa 60 vurulsun 10, bölünsün, üstünə gəl 40 vurulsun 20, bölünsün 60 plus 40 halına düşür. O da bizə verir, deməli, nə qədər? 60, 10-a vur, 600, 800, 1400, o da eləyəcək 100-ə böləndə 1400-ü 14 faizli məhlul. Məsələn, 65-də cavab oldu 14. İndi 66 nömrəli sualda isə uşaqlar, elə bir ki, ikinci məhlulun miqdarını verməyib, amma qarışdırdıqdan sonra neçə faizli olduğunu verib. İndi burada da yazarsınız ki, 25 vurulsun 24, üstünə gəl, x vurulsun 40, bölünsün məhlulların miqdarlarının cəmi 25 plus x, bu bərabərdir 30 faizli məhlul alınıb deyir deyə 30-a. Artıq faizini verib, ikinci məhlulun miqdarını verməyibdir. Buradan x-i tapırsınız da. Çarpaz vurub x-i tapırsınız. Yəni, hesaplaması sizin üçün yəqin ki, çətin olmaz. Çətindirsə yaxşı. Baxın, mən çarpaz vuranda, deməli, 25-i 24-ə vuranda nə alacağıq? Deməli, 500, 600. Üstünə gəl 40x, üstünə gələk 40x bərabərdir. Deməli, 750, üstünə gələk 30x. Oradan 150 bərabər 10x. X də bərabər 15. Deməli, 15 litir 40 faizli məhlulla qarışdırmalıydım mən 24 faizli 25 litr məhlulu. Sonra, deməli, biz buradan baxdıq 66. İndi 69-a baxırıq, 78-ə baxırıq, 69. Uşaqlar, bu 69 nömrəli sualı yadda saxlayın. Məhluldakı şəkərin faizi ilə, suyun faizi, nə bilim, duzun faizi ilə suyun faizlərinin cəmi birlikdə 100%-dir. Yəni, qarışığın özü 100%-dir. Onun, məsələn, 40% duz, 60% sudur. Və yaxud da, nə bilim, 30% duz, 70% sudur. İndi burada da mənə deyir ki, bir qarışıqda şəkərin faizi bu qədərdir, suyun faizi də bu qədərdir. Deməli, bu ikisinin cəmi 100%-dir də. 3x plus 34 plus 4x minus 18. Bu ümumilikdə 100-ə bərabərdir. 7x plus 16 bərabər 100. X də bərabərdir 84-ü 7-yə böləndə 12. X 12-dirsə, gətir yerinə yaz. 3 vur 12, üstə gəl 34. 36, o da 34.
70 faizli, yok 70 faizli bir şəkər məhlulu alırsan da, deməli burada şəkərin qarşıdakı şəkərin faizi 70 olubdur. Suyun faizi də 30 olubdur. Yəni ikisinin cəmini 100-ə bərabər edib x-i tapırsan, yerinə qoyursan şəkərin və suyun faizini tapırsan. İndi 78 nömrəli sualı izah eləyək Suğra xanım üçün. Suğra xanım, biz dedik ki, məhlulu buxarlandırırıqsa, su buxarlanacaq oradan bax. 100 litr 40 faizli duz məhlulundan su buxarlandırmışıq. 80 litr məhlul almışıq. Deməli 20 litr su gedibdir buradan. Bu məhlul 40 faizli duz məhluludur. Bu o deməkdir ki, uşaqlar 100 litrin 40 faizi duzdur. 100 litr suyun 40 faizi duzdur. 100-ün 40 faizi eləcə 40 litr deməkdir. 100-ü 40-a vur, 100-ə böl. Oldu 40 faiz. 40 litr. Yəni 100 litr məhlulun 40 litri duzdur. Onda su nə qədər olubdur burada uşaqlar? 60 litri. İndi bu 60 litrdən 20 litri buxarlanıbdırsa, 40 litr duzdur, 40 litr də su qaldı. Nəticədə 80 litr məhlul alınıb, bu 80 litrin 40 litri duzdur da, yarısı duzdur. Yarısı da 50 faizi deməkdir də. Məsələn, 40 litr duz, 80 litr məhlulun neçə faizidir? 40-ı 80-ə böl 100-ə vur. Yenə də bu eləyəcək 50 faiz. 2də 1 hissəsi duzdur da bunun. Başa düşə bildin sonra? Buyur. Yenə də, yəni o 80 litr məhlulun 40 faizi, 100-ün 40 faizi duzdur. Bu demək ki 40 litr duzdur. İndi su buxarlanıbdır. O 40 litr duz dəyişməyibdir. İndi 80-in 40-ı duzdur. Yəni 50 faizi. 82 nömrəli sual. Uşaqlar, dəniz suyunun tərkibində 5% duz var. İstəyirsiniz 1 ton dəniz suyu götürün, istəyirsiniz 5 qram dəniz suyu götürün, 1 litr götürün, fərqi yoxdur. Toplam olaraq 5% duzdur. İndi 40 litr dəniz suyunun 5%'ini tapaq eləyir 2 litr. 2 litr duz var. 40 litr dəniz suyunda 2 litr duz var. Mənə deyir ki, nə qədər şirin su əlavə etməliyəm ki, bu 2 litr duz yeni alınan miqdarın 2% olsun. Yəni bunu belə başa düşün. 40 litr dəniz suyuydu. Bunun üstünə x litr şirin su əlavə eləmişəm. Şirin sunun tərkibində duz yoxdur da, ona görə duzun miqdarı dəyişməyəcək. Yeni alınan məhlulun 40 plus x olacaq. Bu 100%'li bir məhluldur. 100%'dir. Amma 2 litr isə duz var idi. İndi bu yeni məhlulun tərkibində də yenə də 2 litr duzdur da. Şirin su əlavə eləmişəm, duzun miqdarı dəyişməyibdir. 40 plus x ümumi məhluldur. Bunun tərkibində yenə 2 litr duz var. Amma bu 2 litr yeni məhlulun 2%'idir. Bu tənasübü həll eləyəndə 80 plus 2x bərabərdir 200'ə. X bərabərdir. Deməli 120 böl 2 60. Deməli mən 60 litr şirin su əlavə eləməliydim ki, oradakı 2 litr duz yeni alınan məhlulun 2% olsun da. Və yaxud da belə də fikirləşə bilərdiniz də. 40'ın 5%'ini tapdınız, 2 litr duz var. 2 litr duz hansı miqdarın 2% olar? Hansı ədədin 2%-idir? 100'ün 2%-idir də. Deməli 40'dan 100'ə gəlməyiniz üçün, 40 litr məhluldan 100'ə gəlməyiniz üçün 60 litr əlavə olunmalıydı da su. Aydındır? Uşaqlar, faizdən sualınız
Varsa verin. Bitdisə, keçək hərəkətdən də suallarınıza baxaq. Sualınız yoxdur. Yaxşı, hərəkət məsələlərindən suallarınızı deyin. Hərəkətdən 3, 8, 3-ə baxırıq uşaqlar. Baxın. 3 nömrəli sualda nə deyilir? Deyir ki, turist avtomobillə müəyyən yolu 80 km/saat sürətlə getmişdir. Turistin bu yolu gedib qayıtdıqda orta sürəti 60 km/saat olubdur. Qayıdarkən bu turistin sürəti neçə km/saat olubdur? Uşaqlar, burada orta sürət düsturlarını bilməyimiz lazımdır. Baxın, orta sürət düsturlarını qeyd edəcəm indi sizin üçün. Bir dəqiqə. Ekranı görə bilirsiniz. Deməli, uşaqlar, baxın. Var zamanın bərabər anında orta sürət, gedilən yolun bərabər anında orta sürət, bərabər olduğu halda orta sürət, bir də müxtəlif zaman fasilələrində müxtəlif yollar qət olunduğu halda orta sürət. Baxın, zamanın bərabər anında orta sürət, yəni T1 bərabər T2 olduğu halda orta sürət V orta bərabərdir. V1 plus V2 bölünsün 2. Bu hansı şərt daxilində belə olur? Deyir ki, avtomobil deyir hərəkətdə olarkən zamanın birinci yarısında 50 ilə hərəkət edir, ikinci yarısında isə 30 ilə. Onda orta sürət nəyə bərabərdir? 50 plus 30 bölü 2. Amma bu 3 nömrəli sualda isə bizə elə demir. 3 nömrəli sualda deyir ki, yollar bərabərdir. Yəni, avtomobil A şəhərindən B şəhərinə gedib, bir də həmən yolu qayıdır. Yəni, burada S1 bərabərdir S2-yə. Ona görə artıq burada orta sürət V orta bərabərdir. 2 V1 vur V2 bölünsün V1 plus V2. Yəni, burada artıq sürətlərin hasilinin 2 mislini cəmlərinə bölürsünüz orta sürəti tapmaqdan ötürü. Bir də uşaqlar, tutaq ki, T1 zaman fasiləsində S1 yolu qət olunub, T2 zaman fasiləsində S2 yolu qət olunub və sair Tn zaman fasiləsində Sn yolu qət olunubsa, onda orta sürət gedilən yolların cəmi S1, S2 plus və s. Sn bölünsün. Bu yolların gedilməsinə sərf olunan zaman fasilələrinin cəminə Tn. Bu 3 dənə orta sürət düsturundan istifadə edərsiniz. Daha sonra biz bir də dedik ki, uşaqlar, ümumilikdə gedilən yol S bərabərdir V vur T'dir. Buradan V-ni taparkən S böl T, T-ni taparkən isə S böl V olur. Şu.
S gedilən yoldur, V sürətdir, T də yolun gedilməsinə sərf olunan zaman fasiləsi. Daha sonra uşaqlar bir də qarşı-qarşıya hərəkət var, əks istiqamətli hərəkət var. Bir də nə var uşaqlar? Bir də eyni istiqamətli hərəkət var. Məsələn, əgər iki dənə avtomobil qarşı-qarşıya və yaxud əks istiqamətdə hərəkət edirsə, bu avtomobillərin getdiyi yolların cəmi, baxın, yəni gedilən yol bu avtomobillərin ayrı-ayrılıqda hər birinin getdiyi yollar cəminə bərabərdir. Yəni bu halda sürətlər toplanılır, vurulur zamana. Hansı halda əgər hərəkət qarşı-qarşıya olarsa və yaxud əks istiqamətli olarsa, onda S bərabər V1 plus V2 vurulsun T burada gedilən yoldur. Amma eyni istiqamətli hərəkətdə isə sürətlərin fərqi vurulsun həmən hərəkətə sərf olunan zaman fasiləsinə. Bu mənə verir avtomobillərin arasında olan məsafəni bu hansı halda olur? Eyni istiqamətli hərəkətdə olur. Ümumilikdə bu düsturlardan istifadə edirik biz uşaqlar. İndi qaydaq suallarımıza. Deməli, bizim suallar Deməli, indi uşaqlar, burada 3 nömrəli sualda gedilən yol bərabərdir. Deməli, mən burada V orta bərabərdir 2V1 vur V2 böl V1 plus V2 düsturundan istifadə etməliydim. Yəni, gedərkən sürət 80 olub. Qaydarkən sürəti verməyib, orta sürəti verib 60. Deməli, yazırsınız 60 bərabərdir 2 vurulsun 80 vur V2. Bölünsün 80 plus V2. İndi buradan siz V2-ni tapmalısınız da qayıtdığı halda sürəti neçə olubdur? Çarpaz vuranda 4800 plus 60 V2 bərabərdir 160 V2-yə. V2 də bərabər olacaq burada 48-ə. 8-ə qədər sualınız varsa qeyd edin. 8. Ay, o izah eləyəcəm mən. 8 nömrəli sual nə deyir bizə? Baxın. A şəhərindən B şəhərinə eyni anda sürətləri 50 və 80 olan iki avtomobil yola düşür. Sürəti çox olan avtomobil B-yə çatdıqda, B məntəqəsinə çatdıqda o birinin hələ B-yə çatması üçün 60 kilometr yolu qalıbdır. Uşaqlar, gedilən yol S bərabər V vur T-dir.
İndi mənə burada sürətlər verilibdir. Baxın, A-dan B-yə qədər olan məsafə fərz eləyək ki, bir S-dir. Baxın, məsafə S-dir. A-dan B-yə qədər olan yol S-dir. Bu yolu A avtomobil, tutaq ki, birinci avtomobil 80 ilə gedib T saata çatıbdır B məntəqəsinə. Amma T saat ərzində 50 ilə gedən avtomobil hər hansı bir nöqtəyə qədər hərəkət edibdir. Sürəti azdır axı. Digəri 80-dir, amma bunun sürəti 50-dir. 80 ilə hərəkət edən avtomobil fərz eləyin ki, 2 saata çatıbsa B-yə. Amma 50 ilə hərəkət edən hələ yolun müəyyən bir hissəsini gedibdir. Amma B-yə çatmağa hələ 60 kilometri qalıbdır. Deməli, bu 50 ilə gedən avtomobili T saatda getdiyi yolun üzərinə 60 gəlsən B məntəqəsinə çatar. Yəni, bax, A-dan B-yə qədər olan yolu S ilə işarələdim. Və bu məsafə S-dir. 80 ilə gedən avtomobil T saat ərzində gedir B-yə çatır. 80 vur T verir mənə A ilə B arasındakı məsafəni. Amma mən 50 ilə hərəkət edən avtomobilin T saat ərzində getdiyi yolun üstünə 60 gəlməliyəm ki, A-dan B-yə qədər olan məsafəni versin. İndi bu hər ikisi A-dan B-yə qədər olan məsafəni ifadə edir. Bunları bərabərləşdirəcəm. 80T, baxın buradan elə yazım. 80T bərabərdir 50T plus 60. 30T 60-dırsa T 2-dir. T 2-dirsə S bərabər 80 vur 2. Deməli, məsafə 160-dır. 13. O 13'e kadar ne sualınız var? Baxın uşaqlar, 13 nömrəli sualda bir şəhərdən eyni vaxtda 2 minik maşını əks istiqamətdə yola düşdü. 3 saat sonra onlar arasındakı məsafə 240 kilometr olmuşdur. Maşınlardan birinin sürəti saatda 50-dir, obursu X. Baxın, axı mən dedim əks istiqamətli və qarşı-qarşıya hərəkətlərdə gedilən yol V1 plus V2 vur T-dir. İndi burada sizə T-ni verib 3 saat, avtomobillərin aralarındakı məsafə də verib 240. Sürətlərin birini verib obursunu istəyir. Yazırsan 50 üstə gəl V2 vur 3 bərabər 240. Buradan 50 plus V2 bərabərdir 240'ı 3'ə böləndə 80. V2 bərabər 30. Deməli, ikinci avtomobilin sürəti 30 kilometr bölünsün, saat olsun. Aytaç, başa düşdün bunu? Aytaç, sən 50 adamlı Aytacısan. Hə, növbəti sualınızı qeyd edin uşaqlar. Hə. Uşaqlar, sualınız qalmadı. Olmadı ki. Heç kimdə sual yoxdur. Uşaqlar, kimdəsə səs açıqdır, zəhmət olmasa bağlayın. Suallarınızı mesaj bölməsinə yazın. Ürəyinizdə nəsə söz varsa mikrofonu açıb deyə bilərsiniz, heç bir problem yoxdur. 20 nömrəli sualı izah edeyim sizə. 20 nömrəli sual. Mən sizə 20 nömrəli sualı izah edirəm uşaqlar. Baxın, 11 nömrəli sual da qatar məsələsidir. Baxın,
3 saniyədə 120 metr yol gedən bir 40 metr uzunluğunda qatar 240 metr uzunluğundakı bir tuneli neçə saniyədə keçər? 11 nömrəli sualda belə deyirdi bizə. 3 saniyədə 120 metr yol gedirsə, qatarın sürətini tapanda dedik ki, 120 bölünsün 3. Bu bizə verirdi 40 metr bölünsün saniyə. Bu qatarın sürəti 40 metr bölünsün saniyədir. İndi bu 40 metr bölünsün saniyə sürətlə 240 metrlik tuneli neçə saniyədə keçər deyildi. Uşaqlar, qatar tuneli keçər deyirsə, deməli qatar tunelin uzunluğundan əlavə öz uzunluğu qədər də məsafə getməli idi ki, bunun son vaqonu da tuneldən çıxsın. Deməli, bu qatarın sürəti 40 metr bölünsün saniyədir. İndi bu 240 metrlik tuneli keçməsi üçün 280 metr yol getməli idi. Neçə saniyədə keçəcək bu tuneli deyirsə, 280-i sürətinə bölürsünüz, gedilən yolu 7 saniyə olurdu. Bunu niyə dedim? Fərqini tutuşturaq da. Məsələn, burada deyirdi ki, tuneli neçə saniyədə keçər bu qatar. Amma 20 nömrəli sualda isə deyir ki, uzunluğu 200 metr olan bir qatar 1300 metr uzunluğunda bir tunelə girir. Qatarın son vaqonunun tunelə girişi və çıxışı arasında 30 saniyə vaxt keçir. Qatarın sürəti neçə kilometr bölünsün saatdır? Bax, burada həm kilometr bölünsün saata çevirməyi bilməlisiniz, həm də bu son vaqonunun tunelə girişi və çıxışı arasındakı vaxt 30 saniyədirsə, nə qədər yol gedəcəyini bilməlisiniz. İndi burada təkcə demədi ki, qatar tuneli neçə saniyədə keçər və yaxud da qatarın sürətini tapmağınız üçün gərək gedilən yolu biləsiniz. İndi demədi ki, təkcə qatar tuneli 30 saniyədə keçib falan. Burada dedi ki, qatar tunelə daxil olur, qatarın son vaqonunun tunelə girişi və çıxışı arasında 30 saniyə vaxt keçir. Tunelin uzunluğu uşaqlar 1300 metr idi. Qatarın uzunluğu da 200 metr. Qatarın son vaqonu tunelə giribsə, bu deməkdir ki, tunelin uzunluğunun artıq 200 metri qət olunubdur. Yerdə qalan məsafə 1100 metrdir. Bu 1100 metri gedəcək bu 30 saniyədə. Əlavə olaraq da bir də öz uzunluğu qədər də getməlidir ki, qatar tuneldən çıxsın. Sonuncu vaqonu da tuneldən çıxsın. Və yenə də təkrarlayıram. Qatarın son vaqonu da tunelə daxil olandan sonra 30 saniyə vaxt ərzində qatar yerdə qalan məsafəni gedibdir. Deməli, 1300 metrlik məsafənin 200 metri gedibdir. Qatarın son vaqonu da tunelə daxil olubdur. İndi bu tunelin uzunluğundan 1100 metr qalıbdır. Və qatarın sonuncu vaqonu tuneldən çıxsın deyə qatar əlavə də 200 metr getməlidir. İndi artıq burada qatarın 30 saniyədə getdiyi yol 1300 metrdir yenə də. Çünki tuneldən 1100 metrini gedəcək, yerdə qalanını. Bir də 200 metrdə getməlidir. Ümumilikdə qatar 30 saniyədə keçir bu tuneli. 1300 böl 30 metr böl saniyədir bu sürət. Amma siz bunu kilometr bölünsün saata çevirməlisiniz. Baxın uşaqlar, siz kilometr bölünsün saatdan metr bölünsün saniyəyə keçməyiniz üçün 3600-də 1000-ə vurmalıydınız. Baxın, kilometr bölünsün saatdan metr bölünsün saniyəyə keçməyiniz üçün vurmalısınız 3600-də 1000-ə. Niyə? Çünki sizin 1 kilometriniz 1000 metrdir, 1 saatiniz 3600 saniyədir. İndi burada 1300 metr bölünsün 30 saniyə, o da eləyir 130 bölünsün 3
metr bölünsün saniyə. Amma sizdən kilometr bölünsün saata çevirməyini istəyir. Onda siz gərək bunu 3600-dən 1000-ə böləsiz. Yəni tərsinə vurasınız. Siz onda 130 bölünsün 3-ü vurmalıydınız 3600-dən 1000-in tərsinə. Yəni 1000-də 3600-ə. O da 10-da 36 eləyir də sıfırları ixtisar aparanda. Bu da eləyəcəkdi. 36 ilə 3 ixtisar gedir. 130 ilə də 10. 12 vur 13 qalır. 156. 156 kilometr bölünsün saat eləyir bu. Bu da belə. Yəqin ki, başqa sualınız yoxdur deyə soruşmursunuz. Ya da işləməmişsiniz. Nə bilim, valla. Uşaqlar, bugünkü mövzumuz yenə də məsələlərdir. Amma yaş və iş məsələləri. Uşaqlar, iş məsələlərində əsas nəyə fikir vermək lazımdır? Bir dənə bir düsturdan istifadə edəcəksiniz. O düstur bu şəkildədir uşaqlar. Tutaq ki, birinci fəhlə bir işi A saata görürsə, ikinci fəhlə həmən işi B saata görürsə, bunlar birlikdə işləsələr, həmən işi neçə saata bitirərlər deyirsə sizə, tutaq ki, A saata bu işi bitirən bir nəfər, 1 saata bu işin A-da 1 hissəsini görəcək, digəri 1/5 hissəsini görəcək 1 saata. Ümumilikdə bu ikisinin 1 saata gördüyü işi T-yə vurub 1-ə bərabər edirik. İşin tamı həmişə 1-ə bərabərdir. Yəni, əgər sizə ikisi birlikdə işləsələr bu işi neçə saata bitirərlər və yaxud da 2 dənə boru, biri 6 saata doldurur hovuzu, biri 5 saata doldurur. İkisi birlikdə işləsələr hovuzu neçə saata doldurarlar? 5-də 1 plus 6-da 1 vurulsun T bərabərdir 1-ə. Yəni, bir var, tutaq ki da, Kərim bir dənə divarı 5 saata rəngləyəcək. Onda 1 saata o divarın 5-də 1 hissəsini rəngləyəcək. O divarı tam rəngləməsi üçün 5-də 5 hissəsini də rəngləməlidir. 5-də 5 də 1 deməkdir. Ona görə işin tamı həmişə 1-ə bərabərdir. Məsələn, əgər mənə desə ki, bu işin 4-də 2 hissəsini ya da 4-də 3 hissəsini neçə saata rəngləyərlər? Onda mən 1-ə yox, 4-də 3-ə bərabər eləyərəm. Əgər mənə desə ki, bu işin 2 saata bu işin hansı hissəsini görərlər? Onda T-yə yox, bunların birlikdə gördüyü 1 saata gördüyü işi 2-yə vuraram. Taparam ki, 2 saat işləsələr hansı hissəsini görərlər? Digər tərəfdən hovuz məsələlərindən uşaqlar. İndi hər ikisi doldurursa, yenə də 1/A plus 1/B-dir. Bax, 3 dənə boru doldurur. Yenə 1/A plus 1/B plus 1/C-dir. Və yaxud da 3 nəfər işləyir. Yenə də 1/A plus 1/B plus 1/C. 1 saata gördükləri işdir. T-yə vur 1-ə bərabər elə. Əgər deyirsə neçə saata bitirərlər. İndi hovuzlar, deməli sizə deyir ki, hovuzu bir boru doldurur, digəri boşaldır. Onda həmişə hovuzu boşaldan borunun gördüyü işi çıxırsınız. Dolduranın gördüyü işdən. Məsələn, deyir ki, biri 4 saata doldurur hovuzu, digər boru isə 6 saata boşaldır. Onda bu hovuz neçə saata dolar? 4-də 1 çıx 6-da 1 vur T bərabər 1. Amma bir şeyə fikir verməlisiniz ki, uşaqlar, həmişə hovuzu dolduran borunun gördüyü işə sərf etdiyi zaman boşaldan borunun gördüyü işə sərf etdiyi zamandan az olmalıdır. Məsələn, deyir, birinci boru hovuzu 5 saata doldurur. İkinci boru isə hovuzu 3 saata boşaldır. Bu hovuz neçə saata dolar? Dolmaz. Çünki boşaldan boru ləng işləməlidir.
gec-gec işləməlidir. Daha çox vaxt sərf eləməlidir ki, bu hovuzun boşalmasına ki, Gel. orada su yığılsın. İki yanda daire. Orada su yığılsın ki, yəni hovuz dolsun. Yəni yenə də təkrarlayıram, hovuzu boşaldan borunun uşaqlar işə sərf etdiyi zaman çox olmalıdır. Dolduran borunun bu işə sərf etdiyi zamandan. Və bir də burada zaman rol oynayır. Məsələn, deyir ki, belə deyim də sizə, Əli Kərimlə 2 dəfə güclüdür. Bunlar 2 saat işləsələr, işin 5də 3 hissəsini görərlər. Əli bu işi təklikdə neçə saata bitirər? Uşaqlar, burada 2 dəfə güclüdür anlayışı o deməkdir ki, bu Əlinin işə sərf etdiyi zaman, Kərimin işə sərf etdiyi zamandan 2 dəfə az olar. Və yaxud burada bir nasos digərindən 2 dəfə sürətli işləyir. Bu demək ki, bunun gördüyü işə sərf etdiyi zaman digərindən 2 dəfə az olacaq və s. Bunlara fikir verməlisiniz. İndi burada bir dənə bir-iki dənə məsələyə baxaq. Bu sürətli iş məsələləri. Hə. Məsələn, buradan 2 nömrəli sual. Elçin divarı 10 günə boyuyur, Nazim isə 15 günə. 10-da 1, üstə gəl 15-də 1, vur T bərabərdir 1. T-ni tapassan ki, neçə günə bu işi bitiriblər? T bərabər olar 6 günə. Eyvallah. Sonra, kimdəsə səs açıqdır, zəhmət olmasa bağlasın. Mələk xanım səsi bağlayın, zəhmət olmasa. Hə. Bir də uşaqlar, burada daha belə deyək də, biraz çətinlik çəkdiyiniz sual tiplərindən biri 3 nömrəli sualdır. Bir işi Vaqif və Fuad bərabər 6 günə görür. Bu o deməkdir ki, baxın, fərz eləyək ki, bu işi Vaqif X günə görür, Fuad Y günə görər bu işi. Sonra obsi kimdir? Ceyhun. Ceyhun da Z günə görür bu işi. Onda deməli Vaqif və Fuad bərabər bu işi 6 günə görürsə, bax bir dənə yuxarıdan yazıram. Bu o deməkdir ki, 1 bölü X üstə gərək 1 bölü Y vurulsun 6 bərabərdir 1. Yəni biri X günə, digəri Y günə görür bu işi. Onda 6 günə bu işi bitirirsə, bu demək ki, bunların bir günə gördüyü iş 1 bölü X plus 1 bölü Y-dir. Bunu 6-ya vuranda 1-ə bərabərdir. İndi mən buradan 1 bölü X-i plus 1 bölü Y-i tapanda 1-i 6-ya böləcəm, olacaq 6-da 1. Deməli, bir günə birlikdə bunlar 6-da 1 hissəsini görəcək. İndi nəticədə mən burada, uşaqlar, hər biri üçün bu şəkildə yazacağım ki, Vaqif ilə Fuad birlikdə 6 günə bu işi bitirirlərsə, deməli 1 bölü X plus 1 bölü Y 6-da 1-ə bərabərdir. Sonra Vaqif ilə Ceyhun bu işi 10 günə bitirirlərsə, deməli 1 bölü X plus 1 bölü Z 10-da 1-ə bərabərdir. İndi Fuad ilə Ceyhun bu işi 15 günə bitirirlərsə 1 bölü Y plus 1 bölü Z 15-də 1-ə bərabərdir. Mən indi bunları alt-alta toplasam, bax 2 dənə 1 bölü X var. 2 dənə 1 bölü Y olacaq, 2 dənə də 1 bölü Z. Və 2-ni mötərizə xaricinə çıxardacam. Deməli, olacaq 2 vurulsun 1 bölü X plus 1 bölü Y plus 1 bölü Z bərabərdir. Sağ tərəflərdə 6-da 1, 10-da 1, 15-də 1-in cəmi bizə verir. Deməli, 30-da 2, 3, 5.
3-də deməli, hə, 30-da 10. 30-da 10. İndi bu da 3-də 1 eləyir də, elədir uşaqlar? 3-də 1. İndi hər tərəfi 3-ə vuranda, deməli 1 bölü x plus 1 bölü y plus 1 bölü z vurulsun 6 bərabərdir 1-ə. Deməli, t-nin yerində nə durur burada uşaqlar? 6 durur. Deməli, bunlar 3-ü birlikdə işləsələr, bu işi 6 günə bitirəcəklər. Çünki mən deməli 2 vurulsun 1 bölü x plus 1 bölü y plus 1 bölü z-dir. Bərabərdir bu 3-də 1-ə. Hər tərəfi 3-ə vurdum ki, sağ tərəfdə işin tamı 1-ə bərabərdir. T-də burada 6-dır da, yəni 2 vur 3 6 elədir. Deməli, bunlar bu işi 6 günə bitirərlər. Və yaxud da hər tərəfini 2-yə bölərdim. Bunların 3-ünün 1 günə görəcəyi işi tapardım 6. Mən bir şey soruşa bilərəm. Buyur. Vaqif və Fuad da 6 günə bitirirsə və ümumilikdə də 6 günə bitirirlərsə, Ceyhunun burada nə qatqısı oldu? İşi ləngidib də Ceyhun. Əl-ayağa dolaşıbdır. Cürüstə indi burada verilən ədədlərdən o alındı. Başa düşdü? Bəli, anladım, mən təsadüfən elə oldu. Hə, yəni bu təsadüfən o alındı. Yəni adam deməli tək 15 günə bitirirdi. Yox, tək yox. Hə, zaten görürsən ki, burada bax, Vaqif ilə Fuad 6 günə yerinə yetirirdi. Vaqif ilə Ceyhun da 10 günə yerinə yetirirdi. Amma görürsən Fuadla burada kim? Ceyhun 15 günə yerinə yetirir. Bu ikisinin işə sərf etdiyi vaxt daha çox oldu. Sonra, yəni heç bir səhvlik yoxdur ha burada. Sadəcə verilən ədədlərə görə, yəni 6 günə bitirəcəklər bu işi. Hə. Deməli, bax burada birinci sualda əziyyət çəkmiş olarsınız. Qoy birinci sualda izah edeyim sizə uşaqlar. Bax burada deyir ki, iki usta gördükləri iş üçün 117 manat pul alıblar. 117 manat pul alıblar. Biri 15 gün işləyir, biri də 14 gün işləyir. Bu nə deməkdir? Bu o deməkdir ki, ustaların tutaq ki, biri bir günə x manat pul alacaq. İkincisi bir günə y manat pul alacaq. İndi bu birinci usta 15 gün işləyir, 15 vur x qədər. İkinci usta 14 gün işləyir, 14 vur y qədər pul alır. Toplam bunların ikisinin aldığı məbləğ 117 manat olur. Bu bir. İkinci tərəfdən də birinci ustanın 4 gün üçün aldığı pul İkinci ustanın 3 günə aldığı puldan 11 manat çoxdur. Bu da bir stənlik. Yəni, birinci usta 4 gün işləyirsə 4 vur x qədər pul alır. İkinci usta 3 gün işləyirsə 3 vur y qədər pul alır. Və bu birincinin gördüyü işə görə aldığı pul ikincidən 11 manat çoxdursa 3 günə görə aldığı puldan. Deməli 4x bərabər 3y plus 11. Burada nə edirsiniz? Sistem təhlil kimi həll edirsiniz. Yəni, məsələn, buradan x-i tap. X bərabər 3y plus 11 böl 4. Apar yuxarıdakı ifadədə 15 vurulsun 3y plus 11 böl 4 üstə gəl 14 vur y bərabər 117. İndi buradan siz y-i tapsaz y 3 eləyir. Sonra x-i də tapsaz 5 eləyir. Deməli, biri 5 günə, biri 3 günə. Biri 1 günə 5 manat, digəri də 3 günə, digəri də 1 günə 3 manat. Ya da variantları yerinə qoyub hesablayardınız. Yəni, burada hansı variantdakı ədədləri x-in, y-in yerinə qoyanda 117 ala bilərdiniz. Ya da ki, 4x bərabər 3y plus 11 ifadəsində yerinə qoyanda sol və sağ tərəfin bərabər olduğunu ala bilərdiniz. Belə də fikirləşə bilərdiniz. Baxın uşaqlar, 13 nömrəli sual. Eyni gücdə 2 nasos boş hovuzu 4 saata doldurur.
Bir nasos həmin boş hovuzu neçə saata doldurar? Eyni gücdə 2 dənə nasos işləyir. Bunların ikisi birlikdə 4 saata doldurursa bu hovuzu, onda biri 8 saata doldurar da. İşçi qüvvə ilə zaman həmişə tərs mütənnasibdir. Alo? Ay canım. Ay elə getdim. Bitir. Düşdüm, yaxşı oldu. Yaxşı oldu. Baxın uşaqlar, işçi qüvvə ilə işə sərf olunan zaman həmişə tərs mütənnasibdir. Bir var 5 nəfər, məsələn də bir işi 5 nəfər görsün. Bir də var 2 nəfər görsün də. Daha tez bitirəcəklər də 5 nəfər bu işi görsə daha tez bitirəcəklər. Yəni burada 2 dənə nasos, eyni gücdə olan 2 nasos bu hovuzu 4 saata doldurursa, 4'ü qoşulsaydı 2 saata doldurardı. Amma biri tək 8 saata. Yəni işçi qüvvə 2 dəfə azalıbsa, işə sərf olunan zaman 2 dəfə artacaq. Olacaqdı 8 saat. Və yaxud 14 nömrəli sual. Bir nasosun gücü o birindən 2 dəfə çoxdur. Bu nə deməkdir? Biri x saata doldurursa, bu güclü nasosdur. Zəif nasos isə bu hovuzu 2x saata doldurar. Onda 1 bölü x plus 1 bölü 2x vur 6. Çünki deyir ikisi birlikdə 6 saata doldurarlar bu hovuzu. Vur 6 bərabərdir 1. Buradan x bərabər 9. Deməli güclü nasos bu hovuzu 9 saata doldurar. Zəif nasos 18 saata. Yəni burada 2 eyni anda açılan, yəni bir nasosun gücü o birindən 2 dəfə çoxdur. Bu o deməkdir ki, zəif nasos digərindən 2 dəfə çox zaman sərf eləyər bu işə. Bu qədər uşaqlar. Deməli, mən sizə nömrələr atacağım. Yaş məsələsində işləyərsiniz. Bu iş məsələsində, yaş məsələsində heç bir çətinlik yoxdur. Yenə də video izahlar atacağım, baxarsınız. Mənim rekorda atacaqsınız, hə? Atacağım uşaqlar. Sadəcə indi buradan evə gedib, oradan yükləyib, sonra atacağım. Çox sağ ol. Sizdə həm də çox vaxt alır da, yəni hardasa 1 saata yaxın vaxt çəkir onun yüklənməsi, sonra mənim yüklənməyim. Atacağım uşaqlar, narahat olmayın. Siz başa düşün sadəcə, biraz vaxt alan bir şeydir. Mən də yolum uzaqdır, indi buradan gedib evə çatana saat 12 olacaq. Ona görə yəni bir gün sonra falan atıram. Sağ olun uşaqlar, gecəniz xeyrə. Sağ ol.